Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm değerli insanlar, əziz müsəlmanlar, Allaha təslim bəndələr. Hamınızı Allahın salamı ilə salamlayıram. Esselamu aleyküm və rəhmətullahi və bərəkatuhu. Xoş gördük sizin hamınızı. Bugünkü bizim Qur'an-ı Kərim mövzumuz, Qur'andan ibrət götürəsi dərslər xainlik ilə əlaqəli olacaqdır və bu barədə Qur'an-ı Kərimdə 12 ayət-i kərimə keçməkdədir. Bu arada kanalıma abone olarak destek olabilirsiniz. Anlaşılmaz mesele olsa şərh bölməsində yazabilirsiniz. Şərhlərinizi aydınlaşdırmağa çalışacağım. Diqqətinizə görə təşəkkür edirəm. Qarşımızdan Ramazan bayramı gəlib. Biz Ramazandayıq. Artıq Ramazanın 5-ci günüdür. Allah Taala ibadətlərinizi, oruclarınızı qəbul eləsin. Yalnız Allaha ibadət edən bəndələrdən Allah Taala bizi eləsin. Hər bir şeyi biz Allah rızası üçün eləməliyik. Hər bir şeyi Allah rızası üçün elədiyimiz təqdirdə bütün həyatımız ibadət olar. Yaşamağımız da, yatmağımız da, işləməyimiz də, qazancımız da, yemək yeməyimiz də, çay içməyimiz də, hətta hər bir şey Allah rızası üçün etdiyimiz təqdirdə hər bir şey ibadət hökmünə keçər. Namazdır, oruçdur, yaxşılıqdır, sədəqədir. Bunlar ibadət olduğu kimi hər bir şey Allah rızası üçün biz eləməliyik. Qur'an-ı Kərimdə Bəqərə surəsinin 187-ci ayəsində olacaq. Allah Taala buyurur: "Oruc sizdən qabaqdakı ümmətlərə fərz olunduğu kimi sizə də Ramazan ayının orucu fərzdir." Ramazan ayında biz oruç tuturuq. Bu ayların fevral ayının 28 veya 29 olmasıyla əlaqədar bu il Ramazan ayının 29 orucu olur. Bu da təqvimlərlə əlaqəli bir şeydir. Ramazan ayı oruçları 30 gün, bəzən də 29 gün olur. Bu il 29 gün. 2026-cı ildə Ramazan ayının oruçları 229 gün olacaqdır. Biz oruç tuturuq Allah rızası üçün və Ramazan ayında digər aylardan fərqli olaraq biz yemək, içmək və ər-arvad cinsi əlaqədə günorta, gündüz vaxtı özümüzü qoruyuruq. Oruç tutmaq bir qorumaq deməkdir. Orucun mahiyyəti qorumaq. Yemək içməkdən gün batmadan qabaq, gün çıxmadan qabaq və gün batana qədər yemə, içmə və ər-arvad əlaqədən biz özümüzü qoruyuruq və bu Allahın bizim üçün müəyyən etdiyi bir ibadət şəklidir. Və biz bu ibadəti eləyirik. İbadət əsnasında biz insanlarla pis rəftar eləmək olmaz, pis sözlər danışmaq olmaz. Allah rızası üçün oruca niyyət etdiyimizi bilib, Allahın rızasını qazanmaqdan ötürü biz oruç tutmalıyıq. Xəstələrə və müsafirlərə oruc ibadəti fərz deyildir. Xəstələr tutmadıqları müddətdə sonraki vaxtda sağaldıqlarına görə xəstələr oruclarını qəza ilə tuta bilərlər. Səfərdə olan insanlar da səfəri bitdikdən sonra Ramazan ayından sonra da tutmadıqları orucları tuta bilərlər. Xəstə sağaldıqdan sonra oruç tuta bilər. Əgər bir insan sağalmağa ümid olmayan bir insan var, bəzən olur ki, bildiyimiz xərçəng xəstəlikləri, rak xəstəlikləri və digər belə ağır xəstə olan insanlara Allah Taala oruc fərz eləmir. İndi onlarda əgər imkan olsa, onlar kəfarət ödəyə bilərlər tutmadıqları, hər tutmadığı oruca görə. Bir insanı doyursa da bəs eləyə bilər. Allah Taala heç kəsə daşıya bilmədiyindən artığını yükləməz. Bunun üçün biz gənc ikən, cavan ikən, hər bir şey imkanı olanda, sağlığımız yerində olanda oruc ibadəti etməliyik ki, yaşlandıqdan sonra hər hansı və yaxud da müxtəlif xəstəliklər baş verdikdən sonra bugün bizim tutacağımız orucu bəlkə də bir 10 ildən biz tuta bilməyəsik. Bəlkə də gələn il biz tuta bilməyəsik. Ola bilsin ki, müxtəlif xəstəliklərlə üzləşə bilərik. Bunun üçün əgər bugün sağıqsa, sağlamıqsa, salamatıqsa, Allahın bizim üçün fərz elədiyi oruc ibadəti Allahın razı salacaq şəkildə yerinə yetirək.
Səhər sahura qalxırsınız, səhər namazı çatmamışdan biraz qabaq sahuru eləyirsiniz, çay içirsiniz, yeyib içə bilərsiniz. Sahura qalxmaya da bilərsiniz. Gecə ikən yatıb, gecə səhər namazına durub sonra da orucu tamamlaya bilərsiniz. Sahuru eləyə də bilərsiniz, etməyə də bilərsiniz. Artıq bu özünüzə qalmış bir işdir. Dediyim kimi Allahın fərz buyurduğu oruc ibadəti biz Allahın əmir buyurduğu şəkildə eləməliyik. Fərzi odur. Yemək, içmək və ya günorta vaxtı ər-arvad əlaqədən biz uzaq olmalıyıq. Özümüzü təqva sahibi kimi, Allahın huzurunda kimi, Allah bizi görürmüş kimi həmin ayı və digər aylarda da biz özümüzü belə aparmalıyıq. Amma təqva Ramazan ayında biraz fərqli olmalıdır. Çünki Ramazan ayı Qur'anın başlama ayıdır. Ramazan ayı Qur'anın nazil olunmağa başlama ayı olduğu üçün bu ay mübarək ay sayılır və ibadətlərdə bu ayda Allah oruc bizə fərz edir və digər ümmətlər də bu oruc ibadəti eləyiblər. Adəm peyğəmbər, Yunus, Yusuf, Musa hamıya Qur'an da orucluq da Ramazan ayında nazil olub və orucluğun bir dənə də gecəsi var, Qədir gecəsi. Bu Qədir gecəsində müxtəlif söyləntilər və anlayışlar var. Qədir gecəsinin bir digər gecələrdən fərqi odur ki, Qur'an birinci nazil olmağa başlama gecəsi olaraq biz bunu bilirik. Qur'an 23 il ərzində tamamlanıb və bu müddət ərzində də hər il Ramazan ayında Qur'an nazil olub və bugün əlimizdə olan kitabdır. Allah Taala bizi Qur'ana çağırır, onu anlamaya, təfəkkürlə, tədəbbürlə, düşünərək onu anlamağa çağırır. Amma 99% müsəlman Qur'anı qiraət eləyir, onu izləmir, onu anlamağa çalışmır. Allah Taala bizi Qur'anı doğru anlaya bilən, Qur'andan dərs çıxara bilən, yalnız Allaha qul olan möminlərdən eləsin. Allah Taala oruclarınızı qəbul eləsin. İndi bugünkü mövzumuza bir ön sözlə xainlik nə demək olduğunu açıqlamağa başlayaq. Xainlik kəlmə baxımından xainlik etmək, riyakarlıq etmək, riayət etməmək, vəzifəni tam olaraq yerinə gətirməmək, etdiyi hər hansı bir işdə nöqsanlar qoymaq, haqsızlıq etmək, bir şeyi pis mənada saxlayıb gizlətmək kimi mənalarına gəlir. Xainlik. Xainlik və xəyanət eynidir. Bu insan fitrətinə yaraşmayan şeydir. İnsanın fitrəti də təbiət qanunlarıdır və bu qanunları da Allah müəyyən edir və bu da Qur'andır. Qur'an insanın təbiət qanunlarına uyğun olaraq göndərilmiş bir kitabdır. Biz hava alırıq, nəfəs alırıq, qidalanırıq, su içirik, yaşayırıq, yer üzərində gəzirik, dolaşırıq, yatırıq, qalxırıq, axşam olur, gecə olur, gündüz olur, işləyirik. Bu təbiət qanunlarıdır. Və Qur'an-ı Kərim də Allah Taala bu qanunlara görə, bu qanunlara uyğun şəkildə insana nazil eləyib ki, insan təbiət qanunlarına uyğun şəkildə həm yaşamını sürsün, həm də Allah Taala'nın ayələrini biz bu dünyada yaşaya bilək. Bunun üçün Qur'an ayələri təbiət qanunlarına uyğundur. Xainlik ilk iblis, yəni şeytan başlamışdır. Şeytanın xainlik etməsinə yol açan səbəb nə idi? Və sonra şeytan nə etməyə davam etdi? İlk xainliyi şeytan eləyir. Allah Adəmi, peyğəmbəri yaradanda ona təzimlə hörmət edin deyildiyində iblis xainlik edərək qarşı çıxdı və böyüklənərək dedi ki, məni oddan yaratdın, onu isə torpaqdan. Mən Adəmə hörmət təzim etməyəcəm və onun nəslindən gələn bütün insanları qiyamət gününə qədər azdırmağa çalışacağam və xainliyi insanlara gözəl göstərəcəyəm deyə Allaha üsyan etdi. İnsanları pisliyə və günaha sövq etməyə çalışacağam deyə Allaha
qarşı çıxdı və Adəmə təzimlə hörmət etməyənlərdən oldu. Doğru yolda olub və insanların çoxu insanları pisliyə və günaha sövq etməyə çalışacağam, doğru yolda oturub. İnsanların doğru yolda oturub onları azdırmağa çalışacağam. Və insanların çoxu mənim ardımca gələcəkdir, dedi. Və biz də görürük ki, iblisin Allaha o gün etdiyi üsyanı biz görürük ki, iblisin dalınca gedənlərin sayı nə qədərdir? Haqqın dalınca gedənlər nə qədərdir? Çoxu iblisə kölə olublar və onun yolu tutub gedirlər. Və insanların çoxu mənim ardımca gələcəkdir. Və Allah onu lənətləyib, dışlayıb oradan çıxartdı. Quranda cənnət bağı dediyimiz yer kürəsinin üzərində olan bir yeri nəzərdə tutulmuşdur. Yoxsa bu cənnətdəki hansısa yer deyil, yer üzərindəki bir yer nəzərdə tutulmuşdur və Adəmi bu dünyada göndərib Allah Taala. Bu dünya üzərində Allah Taala Adəmi və Havanı yaradıb. Və o bağça yer üzərində olan bağçadır, bağdır, o həmin yasaq olunan ağacdır, yer üzərində olan hadisələrdir hamısı. Allah Taala Adəmi oradan prosta çıxarıb. Yoxsa cənnətdən çıxarılma anlayışı doğru deyil. Cənnətə girən oradan çıxarılmaz. Çünki cənnətlə cəhənnəm hələ Allah Taala ora insanları daxil eləmir. Nə cənnətə, nə də cəhənnəmə. Çünki imtahan həyatı davam etdiyinə görə həm nə cənnət, nə də cəhənnəm hələ insanlar orada yoxdur. Bütün ölmüş insanlar yatmış kimidirlər. Yatmış kimi olan insanın da vaxt anlayışı onun üçün yoxdur. Qiyamət günü Adəm əleyhissalamın da, mənim də və digər insanların da dirilişi eyni olacaqdır. Və insanlar diriləndə deyəcəklər ki, biz bir gün və yaxud da yarım gün qədər bu dünyada olduq qədər, bu qədər az bir vaxtdan biz oyandıq kimi anlayışlar olacaq. Bəlkə biraz yatıb durdum kimi anlayışlar olacaq. İnsan deyir ki, günorta yatır, insan 2-3 saatdan üzr istəyirəm. 2-3 saatdan durub deyir ki, mən biraz yatdım və durdum. Onun üçün o bəlkə də 5-6 saat biraz yatmış kimi onun üçün olur. Bəlkə də 10 saat yatıb, o bəlkə də 5 saat yatıb. Bunun kimi qiyamətdə öldükdən sonra dirilən vaxtı insanlar deyəcəklər, bəlkə də bir gün yatmış kimi oldu. Bəlkə də yarım bir gün, bəlkə də 1 saatdan mən durdum. Adəm əleyhissalamın və digər insanların dirilişi bu qədər az bir vaxtda olacaq. Qiyamətdə öldükdən sonra dirilənə qədər ki müddət var, o vaxt yatmış kimidirlər insanlar. Onlara nə mükafat, nə də cəza hələ tətbiq olunmur. Hələ o qəbir əzabı deyilən uydurmalar heç yoxdur. Çünki Quran-ı Kərimdə Allah Teala qəbir əzabından heç söhbət də eləmir. Ölmüş insanlar üçün artıq nə onlar bizi eşidərlər, nə də biz onları eşidə bilərik. Nə siz onları eşitdirə bilərsiniz, ya da onlar sizi eşidə bilərlər. Heç azca bir şey olsa belə siz onlardan eşidə bilməzsiniz. Siz onlardan eşidə bilməzsiniz. Siz də özünüzün sözlərini onlara eşitdirə bilməzsiniz, Allah Teala deyir. Bütün öldükdən sonra ruhlar Allah qatına gedir. 1-ci qatdan 7-ci qata qədər kafirlərin ruhu 1-ci qatda qalır. 7-ci qata qədər əməli salih möminlərin ruhları qalxır. Dala gələ bilmirlər. Maniə var, barzaq var. Ruhlar Allah qatındadır. Və qiyamətdə Allah Taala həmin ruhları yer üzərinə, insanlara, öz bədənlərinə yenidən qaytaracaq və qəbirlər yarılaraq insanlar diriləcəklər. O müddətdə bir göz qırpımı ilə olacaqdır. Quranda cənnət bağı dediyimiz yer kürəsinin üzərində olan bir yer nəzərdə tutulmuşdur. Bu yerin Məkkə bölgəsindən bir yer olduğunu da deyə bilərik. Çünki ilk insan Adəmin gəldiyi yer və ilk beyt Kəbə evi olduğunu biz Qurandan müşahidə edirik. İblis ilk xain olmuşdur. Və iblis Adəm peyğəmbəri Allahın qadağan etdiyi ağaca yaxınlaşdıraraq onu ölümsüzlüklə və yox olmayacaq səltənətlə aldatmışdır. İblis Adəmi
ölümsüzlük və yox olmayacaq səltənətlə aldatmışdır və Adəm peyğəmbər iblisin sözünə aldanmışdır. Yer üzərində onlar üçün müəyyən olunmuş bağdan Allah Taala həm Havanı, həm Adəmi, həm iblisi çıxartmışdır. Adəm mən özümə zülm etdim dedi və Allaha tövbə etdi. Allah tövbəsini qəbul etdi və Adəmi və Havvanı o bağdan çıxartdı. O cənnət bağı dediyimiz ərazi də yer üzərindəki bir bağdır. İblisin bu xainliyi insanlığın ilk başlanğıcında olduğunu deyə bilərik. İnsanlığın ilk başlanğıcında iblis birinci xainlik eləyib və insanı aldadır. Xainlik və xəyanət edənləri uca Allah lənətləmişdir. Allah xainlik və xəyanət edənləri sevməz. Onun üçün xainlikdən və xəyanətdən uzaq durub əməli salih, gözəl əxlaqlı, Quran əxlaqı ilə əxlaqlanan möminlər olaq. Necə ki, Ənfal surəsinin 27-ci ayəti kərimədə ey iman gətirənlər Allaha və Rəsula bu Qurana xainlik etməyin. Sonra bilə-bilə öz əməllərinizə xainlik etmiş olarsınız. Uca Allah Quran-ı Kərimdə bizim üçün bütün məsələlərə aydınlıq gətirib. 6236 ayət-i kərimənin içərisində həyatımız, yaşayışımız, ömrümüz, qazancımız və hər bir sahə üzrə, hər bir sahə üçün Allah bizə bir açıqlama gətirmişdir Quran-ı Kərimdə. Quran bir həyat kitabıdır. Oradakı öyüd və nəsihətlər bizi kamil bir insan edər, həyatımızı gözəlləşdirər, dünyaya baxışımızı aydınlaşdırar. Quranı anlayaraq, öz ana dilimizdə düşünərək biz zikri tamamlamış oluruq. Biz Quranı tilavət etməsək ona inanmış olmuruq. Allah Teala deyir, siz Quranı anlamasanız, oxuduğunu anlamasanız, nə dediyini anlamasanız, tilavət etməsəniz, izləməsəniz, siz iman etmiş sayılmazsınız. Təkcə Quranı qiraət etmək kifayət deyildir ərəbcə musiqi ilə. Quranı gərək hər kəs öz ana dilində anlayaraq oxusun. Quran oxuyanda da ağlayaraq musiqi ilə ya da mən deyim Bismillahirrahmanirrahim. Bu uzun uzada niyə oxuyurlar bunu? Nədir bu? Allah Teala bizdən bunu mu istəyir ya da ağlayaraq? Tərcüməsi Rəhman və Rəhim olan Allahım. Belə mən oxumağa başlasam, insanlar deyəcək, türklər demişkən, bu adam kafayı mı yedi? Bu nədir də bu elədiyi şey? Bu Qurana iş gəldiyində, Quran bir musiqi kitabı, ölülərə oxuyan kitab və anlaşılmaz bir kitab. Niyə biz onu anlayırıq? Allah Teala onda bizə bir nəğmə kitabı göndərərdi, bir musiqi kitabı göndərərdi, deyərdi ki, bu musiqini oxuyun. Anlamayaraq oxuyun. Ancaq oxuduğunuzu anlamaq olmaz. Sizdə insanların, əksəriyyət insanlarda bu nə anlayışdır belə? Allah Teala deyir ki, anlamasanız, tilavət etməsəniz bu Quranı, onu öz dilinizdə anlayaraq oxuyub onu izləməsəniz, iman etmiş sayılmazsınız. Bu nə deməkdir? Musiqi ilə ağlayaraq ərəbcə Quran oxumaq kifayətdirmi deməkdir? Yoxsa Quranı öz ana dilimizdə oxuyub anlayaraq Allahın hökmlərini beynimizdə və qəlbimizdə yaşayıb yaşatmaq mıdır? Qərarı özünüz verin. Çünki biz az bir müddətdə yaşayırıq bu dünyada. Öldükdən sonra bizim aldığımızdan dalınca bizdən nə qədər Quranlar oxutdursalar da bizə çatan bir şey yoxdur və olmayacaqdır. Sən, siz, biz, insanlar sağ ikən yaşadığımız müddətcə Quranı anlayaraq, həyata keçirərək, insanlara çatdıraraq yaşayaq ki, öldükdən sonra əlimizdə qazancımız olsun. Qazancsız getməyin o dünyaya. Qazanc, bu dünyanı mən demirəm qazanmayın. İşləyin, çaba göstərin, çalışın. Bayaq dediyim kimi, mövzunun başında dediyim ki, Allah rızası üçün əgər yatmağınızla, işləməyinizlə, yemək yeməyiniz, hər bir şey ibadət kimi olar. Əgər Allah rızası üçün orada nə varsa, yemək yeyəcəksiniz, bir insanı da yedirəcəksiniz, hansısa işə gedəcəksiniz, yolda görən bir insanı da onu iş yerinə çatdıracaqsınız. Görürsünüzmü? Allah rızası üçün etdiyiniz vaxtda
özünüz də bilmədən yaxşılıq insanlara etmiş olursunuz. Həm bu yaxşılıq etdiyinizə görə Allah Taala əməlləriniz ibadət olar. Yaşayışınız ibadət olar. Hətta yemək yeməyiniz, çay içməyiniz də ibadət olar. Biz Qur'anı anlamaya çalışaq. Ağlayaraq yox, anlayaraq onu oxuyaq. Qur'anı anlayaraq öz ana dilimizdə düşünərək biz zikri tamamlamış oluruq. Biz Qur'anı tilavət etməsək ona inanmamış oluruq. Tilavət edənlər bu kitabı izləyənlər və buna inananlardır. Kim tilavət edirsə. Bizim inandığımız bu kitabda, Qur'anda nə yazıldığını anlayaraq, tilavətlə izləyib, oxuyub, yaşasaq ancaq bu zaman bu tilavət olar və Allah əməllərimizdən razı qalar. Və Qur'anı izləyib, anlamış olaraq, zikri tamamlamış olaraq, tilavət izləmək deməkdir, anlamaq deməkdir, anlayıb oxumaq deməkdir. Onu qiraət deyil. Mən Qur'anı ərəbcə oxuyuram. Demirəm oxumayın, ancaq öz ömrünüzdə bir dəfə belə olsa da Qur'anı öz ana dilinizdə Qur'anı tilavət edin və anlayan dilində Qur'anı oxuyun. Bəlkə də minlərlə dəfə oxumuş olarsınız ayəni, ancaq oxuduğunun nə olduğunu anlamırsınız. Deyirəm ki, ömrünüzdə heç olmasa bir dəfə Qur'anı öz ana dilinizdə oxuyun. Əksəriyyət müsəlmanlar Qur'anı qiraət edirlər, ərəbcəsini oxuyub ölüyə, ora-bura göndərirlər. Oxuyarkən anlamırlar, nə oxuduğunu anlamırlar. Anlamayan dilində oxuyurlar. Anlamayanlara, yəni ölülərə oxuyurlar və bunlar da Qur'anı oxuduğunu iddia edirlər. Oxuduğunu anlamayaraq oxuyurlar və ortalıqda əcaib bir durum söz konusudur. Əcaib bir vəziyyət var ortada. Amma Qur'anı oxuduğunu deyir, amma oxuduğunu anlamırlar. Anlamağa da çalışmırlar, anlamayanlara da göndərirlər. Allah yardımcıları olsun hər kəsə. Qur'anı anlaya biləcək ağıl sahibləri eləsin Allah Taala bizi. Ancaq Qur'anı tilavət edib, izləyib, anlayan müsəlmanlar çox azdır. Anlayanlar var, anlamayanlar çoxdur. Hər kəs deyir, biz Qur'an oxuyuruq, ancaq oxuduğunu anlamırsan. Hər kəs özünün müsəlman olduğunu da deyir. Sən Allahın dediyi müsəlmansanmı? Allahın bildirdiyi şəkildə müsəlmansanmı? Hər kəs müsəlmanım deyir. Hər kəs deyir, mən İslam dinini yaşayıram. Bəs Allahın buyurduğu şəkildə mi İslam dinini yaşayırsan? Allahın bildirdiyi şəkildə müsəlmansan, yoxsa özünün qərar verdiyi müsəlmansan? Sorğulayaq bu məsələləri. Allah düşünərək, anlayaraq, tilavətlə oxuyun deyir. Niyə anlamırsınız və ya anlamağa çalışmırsınız? Az bir qisminiz insanlar anlayırlar, çoxu isə Qur'anı ana dilində anlamaq istəmirlər. Uca Allah bizim həm bu dünyada, həm də axirətdə qorusun, sahibimiz olan Allah bizə şəfaət eləsin. Biz Allahın şəfaətinə və dəstəyini gözləyək və yalnız ona təslim olaq. Quran ayələrinə keçək. Bəqərə 186. Qullarım səndən mənim barədə soruşlar. Allah barəsində de ki, mən onlara yaxınam. Allah bizə yaxındır. Mənə yalvaranın dua edənin duasını yalvardığı vaxt qəbul edirəm. Qoy onlar da mənim çağırışımı qəbul edib mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. Allahın bizə çağrısı Qur'andır. Onu təfəkkürlə, tədəbbürlə düşünərək, tilavətlə, anlayaraq oxuyun. Bu zaman biz Allahın çağrısına cavab vermiş olarıq. Yoxsa siz onu ancaq ərəbcəsini oxusanız, Allahın çağrısını duymuş olmazsınız. Görən kör, eşidən sağır. Allah Taala deyir, olmayın. Biz baxaq, görək, dinləyək və eşidək. 187. Oruclu gecəsi arvadlarınızla yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas əlbisə, siz də onlar üçün bir libas əlbisəsiniz. Allah özünüzə xəyanət etdiyinizi bildi və tövbənizi, dönüşünüzü qəbul etdi. İnsan əgər hər hansı bir günah eləsə, Allah Taala hər zaman daim deyir ki, tövbələrinizi qəbul edəcəyəm. Tövbə qapınızı ölüncəyə qədər açıq qoymuşam deyir. Tövbə qapınızı. Öldükdən sonra tövbə qapısı bağlanır və insanın
sırat yolu, sırat köprüsü o bitirmiş olur. Artıq onun üçün ediləcək bir şey yoxdur. Sağ bir şeylər eləyə bilərik. Öldükdən sonra heç kəsə bir şey eləyə bilməz və hər kəs özünə cavabdehdir. Biz insanları haqqa, doğruluğa çağırmalıyıq. Heç bir günahkar başqasının günah yükünü daşımaz. Bunun üçün doğruları danışmalıyıq. Və sizi bağışlayar Allah Taala, tövbə edəni Allah Taala bağışlayacağını deyir. Artıq onlarla birləşə bilərsiniz. Allahın sizin üçün yazacağını, uşaq sahibi olmayı istəyin. Fəcrin ilk işıqlarını meydana gələn ağ çizgi xətt, qara çizgidən, xəttdən sizə görə aydın olaraq ayrılıncaya qədər yeyin, için. Bu vaxt səhər namazının yetişdiyi zaman qədərki vaxtdır. Oruç tutanda, səhura qalxanda ağ iplə qara ip birləşdirin və yaxud da göyə baxın deyir. Orada bir çizgi olacaq. O çizgiyə baxanda ağla qarasını siz ayırt eləyə biləndə o vaxtı oruca başlayın deyir. Bu da səhər namazından sonra. Səhər namazı çatası vaxtda biz orucluğa niyyət eləyirik və axşam namazında da orucu bitiririk. Bu vaxt səhər namazının yetişdiyi zamana qədərki vaxtdır. Sonra orucu gecəyə qədər, gün batana qədər, axşam namazına qədər tamamlayın. Məscidlərdə etiqafda olduğunuz zaman arvadlarınıza yaxınlıq etməyin. Bunlar Allahın qoyduğu hüdudlardır. Onlara yaxınlaşmayın. Allah öz ayələrini insanlara belə bəyan edir ki, özlərini səhvlərdən qorusunlar. Bəs etiqaf nədir? Etiqaf dünya işlərindən uzaqlaşaraq bir məsciddə və ya müsəlmanların toplandığı bir yerdə olmaq, yer üzərindəki hər bir yer üzərində hər bir yerdə toplanılaraq ibadət edilə bilər və hər yer məsciddir yer üzərində. Etiqaf ibadətdə çəkilərək sadəcə Allaha yönəlmə halıdır. Burada sadəcə çoxlu namaz qılma və ərəbcə Quranı musiqi ilə oxuma nəzərdə tutulmur. Əsas mahiyyəti etiqafda Allahın ayələrini anlamaq, kənardakı insanlara bildirmək, öz ana dilimizə Quranı anlayaraq oxuyub, tilavət edib Quranı izləməkdir. Etiqafda biz bunu eləyirik. İbadət namazdır, orucdur. Bunlar kimi, bunlara nə qədər biz önəm veririksə, Quranı öz ana dilimizdə oxumağa da biz bu qədər önəm verməliyik. Çünki Allah bizi bu Qurana çağırır. Bayaqki ayə Bəqərə surəsində deyir ki, Allah Teala, mənə dua edənin duasını dua etdiyi vaxt qəbul edərəm. Siz də mənim çağrımı dinləyin. Çağrım nədir? Allah Teala bizi hara çağırır? Budur Qurana, hədislərə, Buxariyə, ora bura, təriqətlərə, uydurmaçılara, hansısa vid verənlərə, ustalara Allah Teala demədi. İnsanlara da demədi. Rəsulların getdiyi yola, bu Qurana Allah Teala çağırır bizi. Ancaq bəzi müsəlmanlar, əksəriyyət müsəlmanlar nə eləyir? Allahın çağrısını ərəbcəsi oxuyub ölülərə göndərir. Anlayıb düşünən insanlar var. Onlar azdırlar, əfsuslar olsun. Anlayıb düşünmək, Allah Teala deyir, bir ayədə demişdim, düşünməyənlərə, Quranla fikirləşməyənlərə Allah Teala pisliklər yağdırır. Allah Teala bizi Qurana çağırdığı zaman anlamamazlığa vursaq, Allah Teala bizim əməllərimizdən razı qalmaz. Bu Quran ərəbcə nazil olub. Ərəb dilində, ərəb Mühəmməd olduğu üçün, o dövrün insanları da ərəblər olduğu üçün ərəb dilində, İbrani, Arami və yaxud da müxtəlif dillərdə Quran-ı Kərim nazil olunub. Biz ərəb kültürü, mədəniyyəti yaşamaq məcburiyyətində deyilik. Ya da türk mədəniyyətini və yaxud da bir başqa mədəniyyət, məzhəb nədir? Mədəniyyətdir. Biz o mədəniyyəti yaşamaq məcburiyyətində deyilik. Biz bir mədəniyyəti, biz bir məzhəb kimi mədəniyyət, məzhəb mədəniyyət deməkdir. Yaşasaq biz dar çərçivəsindən baxarıq. Allah Teala bizim belə dar çərçivədə yox, ağıllımızı işlədib, Quranla düşünüb, təfəkkürlə
geniş miqyasda düşünərək dünyaya baxışımızı Allah təala bizdən istəyir. Yoxsa ərəb kültürü, türk kültürləri, Hənəfilərin mədəniyyəti, Şafilərin mədəniyyəti gözü ilə siz dünyaya baxsanız, Quranı anlamış olmazsınız və ixtilaflar içərisində siz boğulub qərq olarsınız. Quranı anlamamış şəkildə də dünyadan köçərsiniz. Allah Teala bizi bu dünyada yaşadığımız müddətcə bizi Qurandan dərs çıxara bilən, onu anlayan, yaşadan insanlara çatdıra bilən möminlərdən eləsin. Əsas mahiyyəti etiqafda Allahın ayələrini anlamaqdır. Kənardakı insanlara bildirmək, öz ana dilimizdə Quranı anlayaraq oxuyub tilavətlə onu izləməkdir. Əlbəttə, namaz da qılmaq lazımdır. Allahı təsbih edib zikr etmək də bu görüşlədir. Namaz qılmaq, Quranı oxumaq, anlamaq, yaşatmaq, insanlara bildirmək bu hökmlərdir. Namaz nə qədər fərzdirsə, Quranı öz dilinizdə oxumaq da o qədər fərzdir. Öz ana dilinizdə, Azərbaycan dilinizdə Quranı oxumaq, namaz qılmaq qədər fərzdir. Ki, heç kim bunun əksini düşünə bilməz. Uydurma din anlayışında olan insanlar bunu dilə də gətirməzlər. Çünki əl vermir onlara. Onların etdikləri Qurana insan baxanda görəcəklər nə qədər uydurmaları din deyə insanlara sırıyırlar. Bu zaman ki zikir ancaq Quranı öz dilimizdə anlayaraq, oxuyaraq olur. O zaman bu zikir məqbul olur. Etiqaf əsasən Ramazan ayında edilir. Digər aylarda da etiqaf edilə bilər. Hər hansı bir ayda da insan etiqafda buluna bilər və yaxud da danışa bilər. Hal-hazırda mən də etiqaf eləyirəm. Çünki mən Allahın ayələrini sizə 1 saat müddətcə danışıram, anlayan dilində bildirirəm, təbliğ eləyirəm bacardığım qədəri ilə. Allahın ayələrini öz ana dilində, anlayan dilində səsləndirməyə çalışıram. Buna da etiqaf deyilir. Bu da etiqafdır. Allahın ayələrini sən insanlara bildir. Bu hökmə gedir. Ramazan ayı da Qur'anın nazil olmaya başlama ayıdır ki, Qədir gecəsində Qur'an nazil olmaya başlayıb, bayaq dediyim kimi. Ən-Nisa 108 sizə hücum edən qövmü təqib etməkdə zəiflik göstərməyin. Əgər siz əziyyət çəkirsinizsə, onlar da əziyyət çəkdiyiniz kimi əziyyət çəkirlər. Üstəlik siz Allahdan onların gözləmədiyi şeyləri gözləyirsiniz. Allah daima bilən və bütün qərarları doğru olandır. 105 həqiqətən biz səni kitabı haqq olaraq nazil etdik ki, insanlar arasında Allahın sənə vəhy etdiyi ilə hökm verəsən bu Quranla. Odur ki, xainləri müdafiə edənlərdən olma, dini ailə, oyun, əyləncə edənlərdən olma, onlardan kənar dur. Məzhəbçilərdən, dini bölənlərdən uzaq dur. Sən əsla onlardan deyilsən, Allah Teala deyir. Kim bölgülük eləyirsə, məzhəb bölgülüyü eləyirsə, Allah Teala deyir, sən əsla onlardan deyilsən. Sən müsəlman olaraq yaşa. Biz də görürük ki, bütün peyğəmbərlər bu kitabı öz qövmlərinə çatdırıblar və bu kitabdan hər kəs cavabdehlik daşıyır, sorumluluq daşıyır hər kəs. Hökm də Quranla olacaq, Qurandandır hər bir hökm dünyada. Hədislərlə hökm olunmaz, çünki hədis vəhiy deyildir, Allahın sözü də deyildir. Hədislərlə vəhiy Allahın sözü deyildir. Hədislər işığında insanlar bəzən hansısa anlaşılmaz məsələ Qurana baxmayıb aydınlaşmağa çalışır. Hədislər də insanların sözüdür. Bu dünyada hər bir sahə üzrə Allah Teala Quran-ı Kərimdə aydınlıq gətirib, qaranlıq qalan bir məsələ yoxdur. Quranı oxuyan insan bütün aydınlığı ilə Quranı anlayır. Oxumayan insan, onu ancaq ərəbcəyə qiraət edən insan o qaranlıq məsələləri hədis yolu ilə aydınlaşdırmağa çalışır. Hər bir hədis insanı da danışan da, hər bir uydurmaları danışan da başqa-başqa şeylər deyəcək. O insan da ortalıqda qalacaq. Qalmamaqdan ötürü ortalıqda Allah Teala bizi bu kitaba çağırır. Hədislər vəhiy deyildir. Bir çoxu peyğəmbərin adından uydurulan söyləntilərdir. Qurana uyğun hədislər də vardır, ancaq uyğun olmayanlar çoxdur. 106 Allahdan bağışlanma dilə, şübhəsiz ki, Allah bağışlayandır, rəhimlidir. 107 xainliyi əsl özlərinə etmiş olan o kəslərə arxa çıxma.
Şübhəsiz ki, Allah xainlik edən günahkarları sevməz. Onlar insanlardan gizlətməyə çalışırlar, amma Allahdan isə gizlətmə gərəyi duymurlar. Halbuki gecələr danışıb Allahın razı olmayacağı şeyləri planladıkları vaxt Allah onlarla bərabərdir. Allah onların nə etdiklərini əhatə edir. Bir yerdə 2 insan varsa 3-cü Allahdır. 3 insan varsa 4-cü Allahdır. Bu qədər heç bir şey Allahdan gizli qala bilməz. İnsan gecə olsun, gündüz olsun, harda olursa olsun bir şey danışdı mı Allah onu bilir. Çünki yanımızda, sağ ikən yanımızda yazıcı və qeyd eləyən mələklər mövcuddur. Həm qoruyucu mələklər Allah Taala hər bir insana görevləndirib, həm də yazıcı mələklər var. Allahdan heç bir şey gizli qalmayacaqdır. 109. Bax, indi siz dünya həyatında onlara arxa çıxdınız. Bəs qiyamət günü yenidən dirilib qalxış günü Allaha qarşı onlara kim arxa çıxacaq ya da kim onların vəkili, qoruyanı olacaqdır? 110. Kim pis bir iş görsə və ya özünü səhvlərə sürükləyərsə, özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, tövbə edərsə, Allahın bağışlanmanın bol, ikramın çox olduğunu görəcəkdir. 111. Kim günah qazanarsa, onu ancaq özünün əleyhinə qazanmış olar. Allah biləndir, müdrikdir. Kim xəta edər və ya günah qazanarsa, sonra da onu təqsirini olmayanın boynuna atarsa, özü üzərinə bir böhtanı və açıq aydın günah yükləmiş olur. Böhtandan, iftiradan uzaq durun. Əl-Ənfal 20. Ey iman gətirənlər, Allaha və onun elçisinə, onun gətirdiyinə, Qurana itaət edin. Eşitdiyiniz halda ondan üz döndərməyin. Allahın kitabını düşünərək, tilavətlə, izləyərək, öz dilinizə oxuyun. Allah Taala bizi Qurana çağırır. Hər dərsdə də mən sizi Qurana çağırıram. Çünki bizim Quranı anlayıb yaşamaqdan başqa bir doğruları tapma şansımız yoxdur. Qur'anı öz dilimizdə anlayıb, yaşayıb, insanlara çatdırıb, öz ana dilimizdə biz onu oxumasaq, biz doğruları tapa bilmərik. Çünki Allah Taala müxtəlif ayələrdə bizi Qur'ana dəvət edir, Qur'ana çağırır. Eşitmədikləri halda eşitdik deyənlər kimi olmayın. 22. Şübhəsiz ki, Allah qatında canlıların ən pisi haqqı anlamayan, ağıllarını istifadə etməyərək karlar kimi və lallar kimi davrananlardır. Allahın ayələrini danışıram, kar kimi davranır, lal kimi davranır. Anlamaq istəmir. Zira bunlar Qur'anı görməməzlikdə dirənənlərdir. Allah onlara lənət edər. Kim bu Qur'anı öz ana dilində oxumaq istəməsə, ondan üz çevirsə, Allah Taala ona lənət edəcəyini deyir. İstədiyiniz qədər namaz qılın. Allah Taala deyir, bu Qur'anı tilavət etməsəniz buna inanmış sayılmazsınız. Tilavət izləmək deməkdir. Bilməyən bir şeyin dalınca gedərsən. Navigatora bir adres yazırsan, harasa gedirsən. Sənə verilən Arjnikidze 130 adresi verdim. Get buradan malı götürüb Qurtiyeva 30'a apar. Bu adresləri sənə verməsən, sən hardan biləcəksən, hardan mal götürməliyəm və hara təslim etməliyəm? Bilməyəcəksən. Bunun üçün biz birinci anlamalıyıq. Nə danışdığımızı, nə oxuduğumuzu biz anlamalıyıq. O anlamadan bu iş olmaz. Doğruları biz anlamadan tapa bilmərik. Bizi aldadanlar çox olacaqlar. Allah Teala elm və din insanların əksəriyyəti sizi aldatmağa çalışacaqlar. Niyə deyir? Allah Teala bu misalları kimə çəkir? Əgər Allah onlardan bir xeyir olduğunu bilsə, əlbəttə onlara eşitdirərdi. Əgər onlara eşitdirsəydi belə, yenə də üz çevirərək dönərdilər. Bugün Qur'anı öz dilimizə oxuyanınız nə qədərik? Sorğulayaq özümüzü. Çox az bir qismi onu anlayan dilində oxuyur, çoxu ərəbcəsi oxuyur. Mən ərəbcə oxumağınıza qarşı deyiləm. Ancaq ömrünüzdə o ərəbcə Qur'an oxuyanlaradır sözüm. Bir dəfə olsa belə onu ana dilinizdə oxuyun. Qur'anı öz dilində oxuyana Qur'anist deyərək ondan uzaq qaçırlar.
və yenə onlar Quranı görməməzlikdə dirənirlər. Burada bəhis olunan eşitmək istəməyənlər məhz bunlardır. Haqqa batil don geyindirənlər, müsəlman kimi görünən kafirlər nəzərdə tutulur. Sən göründüyün kimi ol, olduğun kimi görün. Danışdığına, etdiyinə uyğun olsun. Nə danışırsan, etdiyinə uyğun olsun. Dediyinə uyğunsuz hərəkət eləməyirsən. Nə danışırsan, onu da eləmək məcburiyyətindəsən. Doğruları danışdırın. Ancaq doğruları biz danışa bilərik və doğruları insanlara çatdırmalıyıq. Əgər doğruları çatdırmaqda biz özümüzdə hansısa problemlər tapsaq, o zaman biz Quranı anlamamış oluruq. Quranı anlamaqdan ötürü onu tilavətlə onu izləmək məcburiyyətindəyik. Doğrular ancaq orada var. Yoxsa biz doğruları yaşayırıq deyə kimlərinsə sözlərin dalınca gedərik və özümüzə zülm edənlərdən olaraq. 24. Ey iman gətirənlər! Rəsul sizə həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Rəsulun çağırışına cavab verin. Yenə Allah Taala çağırır bizi. Hansı, nəyə çağırır Allah Taala? Həyat verəcək bir şeyə çağırdığını deyir. Bu Qurana. Allahın insan ilə qəlbi arasına girdiyini və onun huzurunda toplanılacağınızı bilin. 25. İçinizdən sadəcə səhvlər edənlərə toxunmaqla qalmayacaq, sizə də toxunacaq bir imtahan məsələsində səhv etməkdən çəkinin. Bilin ki, Allahın cəzalandırılması çətindir. Yadınıza salın ki, bir zaman yaşadığınız yerdə siz az idiniz. İnsanların sizi ələ keçirəcəyindən qorxurdunuz. Allah sizə sığınacaq yer-yurd verdi, köməyi ilə sizi dəstəklədi və təmiz ruzilərlə ruziləndirdi ki, vəzifələrinizi yerinizə yetirəsiniz. 27. Ey iman gətirənlər! Allaha və elçisinə, onun gətirdiyinə, Qurana xainlik etməyin və sizə əmanət edilənlərə də bilə-bilə xəyanət etməyin. 28. Bilin ki, var dövlətiniz və övladlarınızla ancaq bir imtahan səbəbi olduğunu və Allah qatında da böyük mükafatın olduğunu bilin. Hər bir dünyada olan var dövlət də, o uşaqlar da imtahan məqsədi ilə Allah bizə verib. Sonra Allah Taala bizə yada salır ki, valideynin öz övladların valideynlərinə bir fayda verməyəcəyi günü düşünün. Hansı gündür o? Qiyamət. Valideyn öz övladı valideynə fayda verə bilməyəcəyi bir gündən Allah Taala bizi düşünüb o günə hazırlamağımızı bizi istəyir. Hazırlanaq. Ey iman gətirənlər, Allaha qarşı səhv etməkdən çəkinsəniz, o sizə Allah nahaqı ayırt etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf və ikram sahibidir. Əl-Furqan 20. Səndən öncə göndərdiyimiz elçilər də sənin kimi yemək yeyər, bazarları gəzib dolanardı. Peyğəmbərlər də bir bəşərdirlər, bizim kimi insanlardırlar. Sizin bəzilərinizi digərlərinizə sınaqdan keçirdik ki, görək səbir edə biləcəksiniz. Sənin Rəbbin görəndir. 21. Bizimlə qarşılaşacaqlarınızı güman etməyənlərə dedilər. Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər. Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük? Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyanlıqlar etdilər. Məhz mələkləri görəcəkləri gün bu günahkarları sevindirəcək heç bir şey olmayacaqdır. Mələklər deyəcəklər, cənnətə girməyiniz qadağandır. Həmin kafirlərə mələklər deyəcəkdir. 23. Onların etdikləri hər bir iş ələ almış və toz duman halına gətirilmiş oluruz. Həmin gün cənnət sakinlərinin qalacağı yer çox yaxşı və istirahət edəcəyi yer daha gözəl olacaqdır. 25. Göyün buludlarla bürünəcəyi və mələklərin bölük-bölük indiriləcəyi gün, həmin gün gerçək hökm vermək Rahman olan Allahın və yaxşılığı sonsuz olanındır. O kafirlər üçün çətin bir gün olacaqdır. Ayələri görməmizdə dirənənlər üçün də çətin gün olacaqdır.
Qiyamət günü 27 həmin gün zalim kimsə iki əlini dişləyərək deyəcəkdir: "Kaş ki mən Rəsulun bu Qur'anın yolunu tutub gedəydim. Artıq gec olacaq öldükdən sonra." Hər iki əlini dişləyəcəyini deyir. Yəni bu məcazi mənada deyir ki, Quranda bəzi məcazlar vardır ki, belə bildirir, əlini dişləyir ki, mən bunu niyə eləmədim? Belə düşüncədə olduğunu, belə bir mif var Qurani-Kərimdə. Belə bəzi misallar Allah Taala bizə çəkir. Hər şey Allahın əlindədir deyəndə biz Allahın əlini nəzərdə tutmuruq. Hər bir şey Allah idarə eləyir. O ərşin sahibidir. O idarə etmə sahəsindədir. Hər bir şeyi Allah yönətir. Bu mənadadır. Yoxsa hər bir şey Allahın əlindədir deyəndə əl nəzərdə tutulmur. Bildiyimiz əl. Burada məcazi əl nəzərdə tutulur. Vay halıma, kaş ki filan kəslə dost olmayaydım. Dini özlərinə uyduranlara dost olma. Dinə iftiralar atanlarla da dost olma. Dini oyun əyləncə edənlərdən də uzaq dur. Dini bölük-bölük edənlərdən dost olub, onlarla oturub durduğuna görə insan deyəcək ki, kaş ki mən onlarla oturmayaydım. Gec olacaq artıq öldükdən sonra. Qur'anı anlamağa bugün başlayın. Çünki zikr Qur'an mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı. Ondan ehtiyat et. O şeytan sizə düşməndir. O şeytan ki həm cinlərdən olur, həm də insanlardan. O şeytan libaslı insanlarla da dost olma. Həqiqətən şeytan insanı tənha qoyub qaçandır. 30. O gün elçimiz də belə deyəcəkdir: Muhammed Peyğəmbər, Rəbbim, mənim xalqım bu Qur'anı onun hökmlərini tərk etmiş hala gətirdilər. Qur'anı öpüb başınıza qoyursunuz, ona fiziki olaraq hörmət edirsiniz, göstərişlə Qur'anı götürəndə ayağa qalxırsınız, ancaq onu öz dilinizdə anlamaya gəldikdə isə Qur'anı tərk edirsiniz. Qur'anı anlamaqdan tərk etdiyinizə görə Peyğəmbər deyir ki, qövmüm Qur'anı, Muhammed Peyğəmbər deyir, Rəbbim, mənim xalqım bu Qur'anı onun hökmlərini tərk etmiş hala gətirdilər. Quran-ı Kərimdə bu ayə Allah Taala niyə bəyan eləsin? Muhammed Peyğəmbər, Rəsul deyir bunu. Qövmüm bu Qur'anı tərk etmiş halda qoydu. Ona arxa çıxmadı. Onu dəstəkləmədi. Onu anlamadı. Yaşamadı. Yaşatmadı. İnsanlara bildirmədi. Ey Allah, sənin ayələrini onlar danışmadılar. Peyğəmbər deyəcək bunu. Qur'an ayəsi də var. 30-cu ayəsi hansı surənin? Furqan surəsinin 30-cu ayəsini oxuyun ki, özünüz də anlayarsınız. Ancaq onu öz dilimizdə anlamaya gəldikdə isə Qur'anı tərk edirsiniz. İnsan öz dilində onu anlamaya gəldi mi, əksəriyyət insan onu tərk edir. Hər nəbiyə bir qisim günahkarları beləcə düşmən etdik. Doğru yolu göstərən rəhbər və yardımcı kimi Rəbbin sənə yetər. Doğru yol göstərən bizə ancaq uca Allahdır. O doğru yolda Qur'anla bizi göstərir. 32 kafirlər dedilər, nə üçün Qur'an ona bir dəfəlik bütöv nazil olmadı? Belə parça-parça endirilməsi qəlbini möhkəmləndirmək və sabitləşdirmək üçündür. Tədricən nazil etdik, bağlantılarını qurduq və doğru bir şəkildə düzənə qoyduq. Burada Qur'an-ı Kərimdə aydınlıq gətirir ki, 23 il ərzində bunu tədricən göndərməyimizdə məqsəd odur ki, bağlantıları qurub onu anlamaq asan olsun deyə. Kafirlərin bəziləri deyir ki, bu Qur'an niyə bir dəfəlik nazil olmadı, bir Ramazanda nazil olmadı, bir il ərzində, bir neçə gündə niyə nazil olub qurtarmadı deyirlər. Allah Teala aydınlıq gətirir yenə. Tədricən nazil etdik, bağlantılarını qurduq və doğru bir şəkildə düzənə qoymaqdan ötürü. 33. Bunların sənə gətirdikləri hər hansı bir misal yoxdur ki, biz sənə onun doğrusunu ən gözəl açıqlamasını gətirmiş olmayalım. Qur'an hər bir şeyi açıqlama gətirmişdir. Bu açıqlamalarını anlamayan
dilində oxusan tapmazsan. Öz ana dilinizdə Quranı oxu ki, açıqlamaları Quranda bağlantılı şəkildə tapasınız. 34 üz üstə sürüklənib cəhənnəmə toplanılacaq kimsələr məhz onlar ən pis yerdə olanlardır. Haqq yoldan ən çox azan kəslərdir. Bugünkü bizim hansı ayəni oxuyuruq? 34'ü oxuduq. Qur'an-ı Kərim söhbətimiz xainliyin və xainlik etmənin nə demək olduğunu anlamaya çalışdıq. Xainlik birinci iblisdən başlamaqla sonra qövmün müşriklərinə qədər davam olunan inançsızlığın olduğunu gördük. Xainlik haqqa batil don geyindirən insanlar toplusu olub o dövrün peyğəmbərlərə qarşı çıxan, ayələri görməməzlikdən gələn xainlərin misallarını da biz Quran ayələrində eşitdik və anladıq. Və günümüzdə də həmin xainlik edərək haqqa batil don geyindirən insanları, haqqı örtüb özlərinin uydurmaları insanlara din kimi çatdıran xainləri müşahidə edə bilirik. Və bunlar iki üzlü və insanlara azca belə yardım etməyən xainlər olduğu Allah tanıtdı. Və onların qıldığı namazı da Allah lənətlədi. Biz din deyə ağlımıza nə gəlirsə yaşaya bilmərik. Bizə dini Allah tanıdıb və biz Allahın qoyduğu qanunlarla yaşamalıyıq. Bu qanunları da Allah öz kəlamında qeyd edib. Allah Quran-ı Kərimdə bir hökm verəcək zaman bizim bunda bir tərcih haqqı yoxdur. Artıq Allah Teala Quranı nazil edib, onu göndərib. Bizim Quran göndərmədən qabaq da Allahın hökmləri, Allah namaz qılmayı, zəkat verməyi, oruç tutmayı bizə əmr eləyir. Bizim ona tərcih haqqı yoxdur. Niyə namaz qılmalıyam, niyə 5 vaxt olmalıdır, niyə mən dua etməliyəm, yaxşılıq etməliyəm, oruç tutmalıyam kimi belə bir seçimimiz bizim yoxdur. Allah Teala 6236 dənə ayəti kərimədə Quran-ı Kərimdə nə deyirsə, hər bir şeyi qeydsiz, şərtsiz, bəhanəsiz biz yaşamalıyıq, yaşatmalıyıq. Bunda heç bir insan ixtilaf edə bilməz. Çünki bizim yaradanımız, bizi yaradan, bizim sahibimiz, yaradan, yaşadan, öldürən, öldükdən sonra bizi yenidən bu dünyada dirildib, haqq hesaba gətirəcək, bir yerə toplayacaq olan uca Allah'dır. Allah Teala bir hökm qoydu mu? Bizim tərcih, istək haqqımız orada ola bilməz. Öz kəlamını da rəsullara vəhiy edib və o Qur'anlar toplusu da, o qanunlar toplusu da Qur'an-ı Kərimdir. Quran savab qazanmaq üçün və ya ölülərə göndərmək üçün oxunmaz. Bunu çoxca təkrar eləyirəm ki, insanların başında bu yerləşsin. Quran anlamaq üçün oxunur, tilavətlə izləyərək oxunur. Quranı düşünərək və onu izləyərək haqqı tapmaq mümkündür. Yoxsa bu günümüzdəki Quranı musiqi ilə oxuma, ağlayaraq oxuma, bu Quran oxuma deyildir və Allahın əmri də bu deyildir. Allah bizə fərz edir, əmr edir ki, biz Quranı öz ana dilimizdə oxuyaq. Bu İslamın şərtidir. Kamil bir müsəlman ancaq Quranı anlayaraq, onu tilavət eləyərək, onu izləyərək ancaq kamil bir mömin, Allaha iman eləyən bir müsəlman ola bilərik. Allah Teala ibadətlərinizi, oruclarınızı qəbul eləsin. Bizi həm bu dünyada, həm də axirətdə qorusun.
bizə şəfaət eləsin. Biz Allahın bildirdiyi doğruları Qur'andan yaşayaq və Qur'an hökmləri insanlara bəyan edək. Allah Teala Qur'an-ı Kərimdə Qur'an yolu ilə gedənə nə qorxu var, nə üzüntü var. Oruc ibadətdir. Biz indi Ramazan ayındayıq. Ramazan ayı Qur'an nazil olma, başlama ayıdır. Ramazan ayının içərisində də həmin o Qədir gecəsində Qur'an ilk nazil olunmağa başlanır. Biz Ramazandayıq. Ramazanı, Qur'anı anlayaraq, onu yaşayaraq, yaşadaraq, onu insanlara bir Allahın xeyir duası kimi, Allahın bizim üçün bildirdiyi öyüd nəsihət kimi insanlara bildirək. Qəflət yuxusunda olan insanları biz oyandıraq. Əgər qəflət yuxusunda olan insanları biz oyandıra bilməsək də, biz insanlara internet vasitəsilə, saytlar vasitəsilə, necə olursa olsun, yazılarla, necə olursa olsun insanlara Allahın ayələrini bildirək, çatdıraq. Bu təkcə mənim və yaxud da digərinin vəzifəsi deyil. Qur'anı bəyan etmək. Allah Teala Qur'an-ı Kərimdə əmr eləyir. Ey iman gətirənlər, həm qadınlara, həm kişilərə. Bu Qur'anı bəyan edin, bildirin, anladın, başa salan dilində. Hər kəs ərəbcəsini hərflərin dalınca gedir. Biri deyəcək, mən səhv oxusam Qur'an hərflərini ilə səhv oxusam günah olar. Mən savab qazanmaq istəyirəm. Savab qazanmaqdan ötürü Qur'an oxuyur. Hər kəs, çoxu bunun dalıncadır. Çoxu Qur'an oxuyub da ölülərə göndərib, peyğəmbərlərə göndərib günahları təmizləməkdədir çoxu insan. Ancaq bilmir ki, bu Qur'anı anlayaraq, düşünərək oxusa, onun həyatı ibadət olar. Onun işi də, yaşayışı da, yatmağı da, yemək yeməyi də, içməyi də, hər bir şey ibadət olar. Allah bizə bu seçimi verib. Bu seçimi bizə verib ki, biz Qur'anı anlayaraq oxuyaq. Allah Teala bizi doğruları yaşayan, doğruları eləyən və ancaq doğruları insanlara çatdıran kamil, gözəl əxlaq sahibləri, möminlər eləsin. Dünya ölümlü dünyadır. Bugün biz varıq, sabah biz yoxuq. Heç kimin, heç bir dəqiqə də sığorta olunmuyub, heç bir günü də sığorta olunmuyub. Hər bir insan bugün yata bilər, səhər oyanmaya bilər. Hər bir insanın bu dünyada çoxlu planları olacaq. Heç bir insan ölmədən qabaq o öz planları doldurmuş şəkildə o dünyaya getmir. Çoxu insanın öldükdən sonra da onun müxtəlif planları bu dünyada qalır. Dünya işləri bu dünyada qalır. Edilməyən planlar, həyata keçirilməyən layihələr bu dünyada qoyub insan bu dünyanı buraxıb köçüb gedir. Allah'a gedir. Hak Teala'ya gedir. Hak Teala biz Hak Teala'ya getmədən qabaq, Allah bizə bu dünyada yaşayıb, qavrayıb, yaşamaq qədər, həyatı sürüb, anlayacaq qədər sizə vaxt vermədimi deyir. Gəlin bu vaxtı biz Qur'anla dəyərləndirək. Onu oxuyub, anlayıb, yaşayaraq insanlara anladaq. Ancaq onu ərəbcə, qiraətlə, musiqi ilə savab qazanılaraq oxuyan kitab halına gətirməyək. Allahın əmrləri bəyan edək və hökmləri ilə hökmlət. Allah ibadətlərimizi, oruclarımızı qəbul eləsin. Ramazanı gözəl şəkildə bitirməyi Allah Teala cümləmizə qismət eləsin. Və aleykum və salam və rəhmətullahi və barakatuhu. Söhbəti dinlədiyinizə görə təşəkkür edirəm. Gələn görüşlərədək sağ olun, var olun.